Böyük Azərbaycan filosofu Bəhmənyar deyir: elə adamlar axtarın ki, onunla söhbət yaxşı, maraqlı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosofla söhbətə dəysin. Təbii, belə dəyərli həmsöhbət gözəl alim ola bilər. O alim ki, həyatını, istedad və bacarığını, elmi axtarışlarını insanın mənəvi dünyasının zənginləşməsinə sərf etməyi özünün müqəddəs borcu bilir. Əslimiz Borçalı mahalı deyirlər keçmişdən. İndi Borçalı rayonu deyirlər. Bu rayonun Sadaqlı kəndindəndir. Babama molla deyərdilər. O vaxtın savadlı adamlarına hamısına molla deyirdilər. Mən onun mollalığını şəxsən görməmişdim. Amma çox etiqadlı bir ruhani idi. Uşaqlarını qoymuşdu Sovet dövrü bəşəri məktəblərə. Amma evdə, eşikdə qızından tutmuş oğullarının hamısına çərəkələrlə yazı örgədirdi. Qur'anı məndə durur, yadigar saxlayıram. Çox etiqadlı, çox təmiz, pak qəlbli və çox kəndə görə qabaqcıl bir şəxsiyyət idi. Təsərrüfatla məşğul olurdu. Əsasən o kişi əlbəttə yaşı keçmişdi, özü məşğul olmurdu. 5 oğlu var idi, bunlar məşğul olurdular. Baba nəsli bu mənada Molla Xəlil deyilən bir kişidir. Ana babam, o da təsərrüfatla məşğul olurdu. Onun maldarlıqla daha çox işi aşırdı. Çoxlu qoyun sürüləri var idi. Mənim zamanımda artıq o sürülərin bir qismi getmişdi, əldən çıxmışdı. Müəyyən hissəsi qalmışdı, mən onun şahid olmuşam. Onu da qəssab qurban deyərdilər. Öz zəhməti ilə, qəssablığı ilə, işi ilə, gücü ilə özünə sərvət yaratmışdı. 2 oğlu vardı, 2 dayım vardı. Əmlərim 4 idilər. Mən babamın böyük oğlu İmran adı ilə, İmran Xəlloğlu'nun evladıyam. Anam Qurban babamın qızıdır, Yetər adlanırdı. O dövrün hadisələridir. Qız uşağı çox olubdu, olanları sonra gəlib, ona görə də adını Yetər qoyublar. Kənddə savadlı adam çox az idi. Çox az idi. Onlardan birisi mənim atam idi. Bir də Molla Məhəmməd deyərdilər. Oradan çıxmışdı çox yaxşı savadlı adamlar. Və Sovet məktəbi açılanda bir knyaz çıxıb gedibmişmi, ya onu tutublarmışmı, ya qovulubmuş, nəymişsə, onun yaxşı bir mülkü qalmışdı, malikanəsi qalmışdı. Atamın rayona yazdığı həmin materiallar indi Tiflis arxivindən tapılıbdır, gətiriblər. Ona görə qətiyyətlə deyirəm. Atamın məktubuna görə o məktəbi, o binanı, məktəb binası eləmişdilər. Mən də orada təhsil almışam. 4-cü sinifə qədər orada oxumuşam. Atam əlbəttə bir qədər müəllimlik elədi. Sonra müəllim qrupu gəlirdi xüsusi. Bu ayrıca müəllim deyildi. Ona görə də Gəncə tərəflərə getdi. Biz orada qaldıq. Və bizim nəslimizə təzə əlifbanı, o vaxt Latın əlifbası idi. Təzə əlifbanı atam örgədibdi. 1-ci sinif həcmində nə oxudurdularsa, mən onu evdə atamdan örgəndim. Atam məni 2-ci sinifə apardı. O vaxtda təhsili, demək, savadsızlığı tamam ləğv eləmək məsələsi çıxmışdı ortalığa. Anamın savadı yox idi. Anama da yazı örgətdi. Əlbəttə onun xəddi mənimki qədər təmiz ola bilmədi. Anam müəyyən yaş sahibi idi artıq. Və beləliklə mənim anam da kənddə qızları və gəlinləri savadlandırmağa başladı. Təxminən, məsələn, bizim Qırğız yazıcısı var, Çingiz Aytmatov. Onun mənim müəllimim adlı məşhur əsərinin mən öz anamı orada gördüm təxminən. Biz 34-cü ildə Gəncə şəhərinə köçməli olduq.
Ona görə ki, əmilərim gərək təhsil alıydı. Atam böyük qardaşıdır. Bunlarla mütləq məşğul olmalıydı. Gəldik Gəncə şəhərinə. Mən əvvəlcə 21 nömrəli məktəbdə oxudum. Sonra 5 nömrəli təzə gözəl bir bina tikdilər. Gözəl də bir müəllim kollektivi vardı. Xüsusən direktorumuz İshak müəllim, Allah rəhmət eləsin, ölübdü. O çox gözəl bir şəxsiyyət idi. Mən o məktəbi qurtardım. Orta məktəbi də mən imtahan verməmişəm. Qayıdıb sentyabrda gəlib imtahan atestatımı almaq istəyəndə məlum olubdu ki, o vaxt universitetdən bizə bir müəllim gəlmişdi. O müəllim bizdən ərizələr gətirmişdi Azərbaycan Dövlət Universitetinə. Mənim də orada ərizəm var idi filfaka girmək üçün. Dedi ki, bəs sənin atestatını aparıblar universitetə. Beləliklə, mənə buradan məktub gəldi ki, sizi imtahansız qəbul eləmişik universitetə. Akademiklərimiz var idi o vaxt. Başda Məmməd Arif Dadaş Sadı olmaqla. Mirzə Feyzullah Qasımzadə hamısından yaşlı idi. Həmid Araslı müəllim akademik idi. Dilçilərdən Şirəliyev, Məmməd Ağa müəllim rəhmətə gedibdi. O akademiyanın üzvü idi. Əzəl Dəmirçizadə sonra universitetdən onu APİyə apardılar, pedaqoji institutda. Ona görə ki, orada kadr çatışmırdı. Bir neçə adam gərək ora gedəydi. Bu akademiklərdən mən dərs almışam. Professorlar gələndə, məsələn, Əli Sultanlı müəllimin, professorun, rəhmətliyin, o qədər gözəl leksiyası olardı. Belə artistik, onda hünər var idi müəllimliklə bərabər ki, biz xüsusən bu Yunan ədəbiyyatının mifologiyasını keçəndə o da çox zəngindir, miflə, olduqca çox zəngindir. Məsələn, mən onun mühazirələrinə o qədər heyranlıqla qulaq asırdım ki, hamısı yadımda qalırdı, amma bir kəlmə yaza bilmirdim. Gəlirdim yataqxanada onun dediklərini biraz da dərinləşdirdim, səbkisini dəyişirdim, yazırdım. Əliyar Qarabağlı var idi, biz tərəfdən idi, özü çağırmışdı məni bir neçə tələbə ilə bərabər ki, evinə aparsın, qapısı bizim üzümüzə açıq olsun. Bundan başqa Muxtar müəllim var idi, dilçi, çox gözəl müəllim idi, Cənub Azərbaycandan idi. Əsli Hadi Mirzəzadə Bakıdan idi, bunlar hamısı professorlardılar. Cəfərxandan bizim dekanımız da oldu, prorektorumuz da oldu, rektorumuz da oldu. Kafedramızın müdiri idi və mənim elmi rəhbərim kimi də mən onu həmişə əziz tutmuşam. Mənim namizədlik dissertasiyamın elmi rəhbəri o olubdu. Məni universitetdə saxlayan şəxsiyyətlərdən birisi odur və universitetdə qalmağıma təkid eləyən mənim üçün çox təəccüblü idi. Onu mən heç vaxt unutmayacağam. Bizim bir akademik alimimiz var idi. Universitetin rektorudur, balaca boylu, çox ağıllı bir şəxsiyyət idi. Abdullah Qarayev deyilən məşhur bir şəxsiyyət. Sonra getdi, bizdə nazirdə oldu. Bax, bu adam məni gəlib təyinat zamanı təkidlə dedi ki, bu Stalin stipendiyası alır, biz onu heç yerə buraxa bilmərik, bizə kadr lazımdır. Və məni də təcrübə salan o idi ki, biraz da utandım orada çox onun o sözündən. Görün, nə qədər gözəl insan idi ki, mənim birinci kursun, birinci semestrində məruzə eləmişəm tələbə cəmiyyəti xətti ilə. Onun adına qədər yadında qalmışdı. Dedi ki, mən Pənahı məştubat haqqında məruzəsindən tanıyırım. Bizim müəllimlər bu cür adamlarıdılar. Müəllimlik şərəfli işdir və bizcə də sizə misal getirirəm. Teymur Ləng bu məşhur şəxsiyyətdir. O, müharibəyə gedəndə arvadı onun icazəsi olmadan bir məqbərə tikdirirdi. Yəni, hamının sonu var. Bu kişinin də Allah eləməsin sonu ola bilər, bir məqbərə tikdirirdi. Həmin məqbərəyə birinci olaraq
Teymurlenk öz mürəbbisini, öz müəllimini dəfn eləyib. Özü öləndə təklifi bu olubdu, vəsiyyəti. Məni müəllimimin ayağının altında bastırın. Əgər Teymur kimi bir qılınc sahibi, qan tökən bir adam İslam üçün tökürdü o qanı, elə belə də töymürdü. Müəlliminə bu dərəcədə qiymət veribsə, mən şəxsən öz müəllimlərimi mənəvi atam kimi, öz atamdan demirəm ki, üstün tuturam, atam qədər sevirəm və mənəvi cəhətdən mənim yetişməyimə onlar kömək eləyiblər. Onlardan birisi də Məmməd Hüseyn Təhmasibidir. Bizə dərsə gələndə çox zəhmli idi. Biraz da gözləri ağlayırdı, qara çeşmək taxırdı. Belə çox zəhmli görünürdü. Qorxurduq ondan, çəkinirdik. Ona görə də imtahanına da çox yaxşı hazırlaşdıq. İmtahana gələndə təəccüb elədik. Uşaqları çağırdı, 10-15-ni birdən biletləri verdi, özü çıxdı getdi. Biz düşündük ki, bizi güdür bəlkə qəsdən ki, birdən konspektdən istifadə edərik. Yox, sən demələ gedib ki, biz nə bacarırıqsa bildiyimizi yığışdıraq, konspektdən də istifadə edək. Hamımıza yüksək qiymətlər verdi, təbrik elədi. Ondan sonra 5-ci kursa bir də gəldi. Əvvəlki zəhm yox idi. Dedi ki, sizinlə mənim aramda cəmi cümlətənə 6 aylıq vaxt qalıb. Daha 6 aydan sonra siz qutaracaqsınız, siz də müəllim olacaqsınız. Ona görə də mənim o qorxu, sizə qorxu təlqin elədiyim ona görə idi ki, siz oxuyasınız. İndi mən sizi çox yaxşı tanıyırım. Mənim doktorluq dissertasiyam olanda o mənə özü demişdi ki, mən hökmən çıxış eləyəcəyim. Gəldi, lap qabaqda da oturdu, müzakirələr başlayanda gördüm, qurcuqdu, nəticədə ura-bura, amma çıxış eləmədi. Mən də soruşmadım, niyə çıxış eləmirsiniz? Aradan keçdi, həmin o bağ əhvalatın zamanı, ortada ona bağ və mənə bağ verən bir çox gözəl kişi var, indi də yaşayır. Onun yanına yığırdıq, söhbət edirdik, nerede oynuyorduk. Gəldi, özünə məxsus xüsusi ahəngi var idi, o diktor kimi də çox işləmişdi, bizim radioda xidməti var idi. Dedi, Pənah, yadındadır ki, mən sənə vəd eləmişdim, dissertasiyamda, müdafiəndə çıxış eləyəcəyəm. Dedim, yadımdadır. O vaxt deyir, konspektim yadımdan çıxmışdı, evdə qalmışdı, cibimə axtardım, tapmadım. Və konspektimdə göstərdiyimi də dəqiq şəkildə çıxışımda göstərə bilməyəcəyim üçün mən onu o vaxt çıxış eləmədim. İndi yazılı şəkildə gətirmişəm. Filologiya elmləri doktoru Məmməd Hüseyn Təhmasib Pənah Xəlilovun elmi axtarışlarını belə qiymətləndirmişdir. Pənah Xəlilov bizim elmlər doktoru dərəcəsinə layiq olan gənc alimlərimizin ən yaxşı nümayəndələrindən biridir. Pənah Xəlilov qoyduğu tezisləri, irəli sürdüyü məsələləri əksər hallarda o qədər aydın, yığcam, konkret, ən əsası isə düzgün həll edib, doğru nəticələr çıxarıb, elə dəqiq hökmlər verir ki, adam onun qədim dövrlərinmi, orta əsrlərinmi, müasir ədəbiyyatınmı tədqiqatçısı olduğunu, lirikanınmı, dramaturgiyanınmı mütəxəssisi olduğunu, yaxud ümumiyyətlə yazılı ədəbiyyat mütəxəssisimi, folklorçumu, qədim epos tədqiqatçısı mı olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Mərhum professor Əli Sultanlı müəllimin çox sevdiyi bir ifadə ilə desək, belə bir üfüqə əhatə və şaguli dərinlik adamı sevindirməyə bilməz. Mən lap gəncliyimdən Nizami ilə maraqlandım. Nizaminin 800 illik yubileyi idi. Çox təntənəli, gözəl keçirdilər. Həmin Abdullah Qarayev dediyim o balaca kişi xüsusi pərdələr, ipək pərdələr sifariş vermişdi. Onun üstündə hamısında Nizaminin əsərlərindən gələn miniatürlər var idi. Bizim o köhnə binada, indi xalq təsərrüfatının binasıdır. 400 adam tuturdu onun zalı. Bax, orada mən iştirak eləmişim. O vaxt mən Nizamidə Zəhmətkeş İnsan Surətləri adlı bir məqalə yazmışdım və o məqaləni gənclərin əl yazması hüququnda jurnal var idi. O jurnalda çap vermişdim, nəşr olunmuşdu. Bu mənada mən Nizami ilə məşğul oldum. Elə ki, aspiranturaya keçdim, onda yazı qabiliyyəti artıq məndə yetişdiyini hiss elədim, yoxsa getməzdi. Və birinci məqaləmi Səməd Vurğunun Zəncinin arzuları haqqında yazdım.
Bu mənada mənim yaradıcılığımın 50-60-cı illəri ədəbi tənqid sahəsində keçir. Mən rəhmətli Mirzə Feyzullah'ın kafedrası idi, Azərbaycan Ədəbiyyat Tarixi. Orada yetişmişəm. Sonra Cəfər müəllim, Cəfərxandanın dövrü gəldi. Sonra Mircəlal müəllim o kafedranı apardı. SSR xalqları ədəbiyyatı o vaxtdan keçilirdi. Amma o kafedraların nəzdində keçirilirdi. Elə ki, mən bunun müntəxabatını hazırladım. 1956-cı ildə universitet nəşriyyatı buraxdı. 36 çap vərəqə həcmində yeganə hadisə idi. Rektorumuz onu məndən icazəsiz, mənim xəbərim olmadan Komünist qəzetində təbliğ elətdirdi. Yusif Məmməd Əliyev akademik. Mən cavanca bir adamdım. Bunun dalınca mən dərslik yaratdım. 2 cilddən ibarət dərslik. 52 çap vərəqə həcmində. 15 respublikanın hamısının ədəbiyyatı var idi. Və prinsipim bundan ibarət oldu ki, mən hansı ədəbiyyatı keçirəmsə keçim, Azərbaycan ədəbiyyatını onunla bağlamasam, heç bir şey çıxmayacaqdır. Mən bu ədəbiyyatın sahibiyəm və ədəbiyyatımız kimə necə təsir göstəribdir, onları da bir göstərməliyim. Buna görə mənim bu kitabım 1966-1968-ci illərdə çıxdı, 52 çap vərəqə həcmində. Allah rəhmət eləsin yenə Mircəlal müəllimə. Elə birinci cildi çıxanda dedi, gətir bunu müdafiə edəcəyim. Mən Çəmən Zəmini'də mövzu götürmüşdüm, Çəmən Zəminin yaradıcılığı. Dedi, onu yazarsan monografiya olar, gətir bu hazır kitabdır verginə və ikinci kitabı çıxandan sonra mən o 2 kitabı təzədəndən maşınkada yazdırmadan kitab şəklində müdafiə elədim, Moskvaya göndərdim və Moskvadan da çox bəyəndilər, qaytardılar geriyə, təsdiq elədilər. Mənə elmi ad verdilər, professor almadı, sonra aldım doktorluğumu və onda mən hiss elədim ki, daha o kafedraların tərkibində biz qala bilmərik. Hər şey yerindədir, müəllimim var, kənardan adam çağırıram, əlaqələrimiz var. Belə qərara gəldim ki, mən gerək bu SSR Xalqları Ədəbiyyatı kafedrasını açacağım. Mən SSR Xalqları Ədəbiyyatı kafedrasını açanda belə nəzərdə tutdum ki, bu kafedranın doğrudan da kökü çox dərindir. 15 il mən rəhbərlik elədim, bütün Orta Asiya respublikaları ilə geniş əlaqə yaratdım. Və bu əlaqələr də məni o yerə gətirdi ki, Orta Asiyada məni tanımağa başladılar və məni müəyyən məsələlərin həllinə cəlb elədilər, əzizlədilər. Mən də onları əzizlədim. Qanuna görə, nazirliyin əmrinə görə 2 professor mübadilədə iştirak etməli idi. Mən buranın kafedrasının müdiri və mütəxəssis kimi, eyni zamanda Ləziz Qayımov deyirlər. O da orada kafedra açmışdı məndən sonra. Bu istiqamətdə o da bir adam kimi. Amma biz onunla şərtləşdik. Bizi orada dinlədilər. Mən getdim Azərbaycanca oxudum. Azərbaycan ədəbiyyatını sən gəldin buradan Özbək ədəbiyyatını Özbək dilində oxudun. İndi gərək bizim müəllimlər getsin. Bizim müəllimlərin bu cür mübadiləsini təşkil elədim. Abdullah Qədiri deyilən məşhur bir yazıçıları var. Gözəl bir yazıçıdır. Ötən gün onun məşhurdur. Daha başqa əsərləri də var. Türk ədəbiyyatı ilə də bağlıdır. O mövzuların bəzi hissəsi türklərdən gəlir. Bax, buna reabilitasiya vermişdilər. Yəni, hüququnu bərpa eləmişdi dövlət əli ilə. Amma gözü götürməyən ağzı göyçəklər, səndə onlarda bizdən çox olur. Mən onların müşavirəsinə gedəndə bir nəfər açıq-aşkar dedi ki, Abdullah Qədiri nahaq yerə bərpa olunubdur. Abdullah Qədiri Rus xalqının düşmənidir. Yerdən ona bizim Arif müəllimin səviyyəsində olan İzzət Sultanov var, çox məşhur bir alimdir. Replika verdi ki, Çar Rusiyasına qarşı. Gənə dedi ki, Rus xalqına qarşı. Yerdən gənə bir replika verdi. Mən məsləhətləşdim Ləzizgillə ki, mən çıxış eləməli olacağım. Dedik, yalvarırıq sənə, mütləq çıxış eləyinə. Mən orada çıxış elədim, dedim ki, siz Abdullah Qədiri kimi bir adamı reabilitasiya vermişsiniz, hüququnu bərpa eləmişsiniz, xoşbaxt eləyirsiniz, onun nəsli əzab çəkirdi. Orada elə bir şey yoxdur. Rusun da əleyhinə getmir həqiqətən. Millətin əleyhinə deyil axı. Rus ordusu gələndə tacir buraxır işini gücünü gedir Ağ məsciddə vuruşur və orada həlak olur. Sən bunu niyə Rusun əleyhinə qarşı çevirirsən? Amma siz görün ki, məsələn, Türkün atı kişniyəndə düşmənin bağrı partlayır deyən Hüseyin Cavid kimi bir adamın haqqında biz monografiyalar yazırıq, doktorlar dissertasiyası yazırıq. Biz onu göyə qaldırmışıq, heykəlini qoymaq fikrindəyik. Siz özbəklər niyə baxmırsınız bizə? Niyə bizdən istifadə eləmirsiniz bu yerləri? Və onda misal getdim.
Dedim ki onun məşhur İblis əsəri var. Orada deyir ki, İblis nədir? Cümlə pisliklərə baiz. Hər kəsə xain olan insan nədir? İblis. Mehmanxanada bir ucdan telefon gəlirdi. Müəllim demirlər onlar, davamlə deyirlər. Davamlə, biz bildik siz kimi nəzərdə tutursunuz İblis deyəndə. O adam ki çıxış eləyirdi, onu nəzərdə tuturdum doğrudan da. Azərbaycan ədəbiyyatı o qədər zəngindir və elə şəxsiyyətlər yetişdirib ki, onlar dünyasında təkrar oluna bilməzlər. Nizaminin yer üzündə tay bərabəri yoxdur. Almanların Hete, Goethe deyilən məşhur şairləri var, filosofları var. Yadınıza gəlir o. O adam danışır farslardan, bizim ədəbiyyatdan. Deyir ki, Nizamini 4 yerə bölsən, birimiz onun 4-dən birini çəkə bilmərik. Bu Goethe'nin sözüdür. Böyük şəxsiyyətin sözüdür. Nizami, ikinci Nizami yoxdur. Bu mənada mən götürürəm böyük şəxsiyyətlərimizi. Nizamidən sonra gələn adamlar, elə Nizaminin özünün Qütb tərəfindən tərcüməsi var 14-cü əsrdə Xosrov Şirin. Əgər Nizami olmasaydı, o özbəklər yetişməyəcəkdilər. Əlişir Nəvai yetişə bilməyəcəkdi. Bax, bu mənada mən belə başa düşürəm ki, Azərbaycan ədəbiyyatının hansı simasını desən, hansı şəxsiyyətini götürsən ki, ədəbiyyat tarixinə gəlib düşübdür, nə seymisidir, hürufidir, böyük şəxsiyyətdir. Ondan sonra gəlir, tutaq ki, o 18-ci əsrə doğru bizim böyük nəhəng şəxsiyyətlərimiz Füzuli orta əsrin nəhəngidir. Mən o birlərini demirəm. 19-cu əsr gəlir Mirzə Fətəli Axundov kimi böyük bir türkçü gəlir onu. Ziya Göyalp türkçülər içərisində Mirzə Fətəli Axundovu göyə qaldırır. Gəldi, məsələn, 20-ci əsrə, 19-cu əsrə Sabir yetişə bilməz yer üzündə. İkinci bir Sabir ola bilməz. Nə özümüzdə, nə də başqa bir millətdə. Mümkün deyil o. Özdə balaca bir kişi, savadı da çox deyildi. İranda gelib bir tikə təhsil alıb qayıtmışdı. Allah vergisi idi bu. Təbii vergi idi bu. Cəlil Məmmədquluzadə bu balaca şəxsiyyət deyil, adicə bir adam deyil. Knyazlığı yox idi, bunun dövlət xadimliyi yox idi. Arvadı gözəl bir kadın idi. Onun köməyi ilə Molla Nəsrəddin bir vaxt çıxmağa başladı. Cənubi Azərbaycana apardılar. Orada da kişilər çıxdı ortalığa. Dedi ki, qoy bizi tənqid eləsin, eybi yoxdur. Hətta bir nəfər gəlib bir valiyə şikayət eləmişdi ki, bax bu Molla Nəsrəddin mənim şəklimi çəkib, onun şəkli deyildi də, karikatur idi, özünü görürdü orada. Niyə bunu sən buraya dəvət eləmsən? O da gedir, Molla Nəsrəddin bir komplektini gətirir, deyir ki, bu kimin şəklidir? Deyir, sənin. Deyir, mən dinləməmişəm ki ona qarşı, mənim günahım var, şəklimi çəkibdir. Nə istəyirsən? Get yer işimi gör. Bu mənada bizim adamlar nəhəng adamlardılar. Molla Nəsrəddin tay bərabəri yoxdur.
Bir oğlum, iki kızım var. Oğlum Türkiye'dedir. Türkçe çok güzel bilir. Bir nevem ondandı, kız nevemdi. O kız da orada olduğuna göre bizimle Türkçe danışır. Halis Türk lehçesini. Buraya gelende biraz lehçesini değişir. İki kızımın heresinden iki nevem var. Küçük kızımdan iki oğlan nevem var. Göyçe uşaqlardılar çok. Bu biri büyük kızımdan iki kızın nevem var. Birisi bu yıl ali mektebe hazırlaşır. O birisi ise o kadar da bu saat ders okumak bacarmır. Okumur, hevesi yoktur. Ben de onu başka yere cəlb eləmək istəmirəm. El qabiliyyəti var. Gözəl rəssamdır və rəssamlıq eləməyəcəkdir. O paltar zat, moda tikintisi və s. o sahəyə gedir. O da çox əlverişli bir yerdir və xeyri dəyəcək cəmaata. Mən bu nəvələrimin əxlaqından, rəftarından razıyam. Mənəvi evlatlardan elə bir yer yoxdur ki, elə bir mədəniyyət ocağı, hətta başqa idarələr ki, mən onun qapısını açanda orada mənim tələbəm olmasın. O müəllimin şərəfinə bir də qayıdı. Müəllim burada şərəfli olur ki, gedir özünün yetişdirməsini ləyaqətli bir yerdə, ləyaqətli bir stolun başında layiq bir adam kimi görür. Mən ondan ləzzət alıram. İki gün davam eden kurultayda Azerbaycan edebiyatının inkişaf yolları hakkında janrlar üzere məruzələr dinləndi. Nəsr üzrə filologiya elmləri doktoru Pənah Xəlilov çıxış etdi. В Академии наук открылась выставка, рассказывающая о жизни и творчестве Шевченко. На торжественном юбилейном вечере критик Панах Халилов рассказал о замечательном мастере слова, все свои силы и талант посвятившем борьбе за народное освобождение. Azərbaycan seri xalq şairi Nikolay Tixonovun 80 yaşı tamam oldu. Bu münasibətlə keçirilən yubiley gecəsini Azərbaycan Seri Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi İmran Qasımov açdı. Tənqidçi Pənah Xəlilov Tixonovun həyat və ictimai fəaliyyəti haqqında məruzə etdi. Onun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışdı.